uğurların bol olsun. Ha. Bundan da güzel. Sən bilirsən də mənim Olsun. bütün medallarım sənin yaxana taxılır. Bəli. Təbrik edirəm. Aparıcı jurnalist, əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyi yubileyi medalı ilə təltif olunub. Müharibə vaxtı əziyyət çəkib oxutduğumuz balalarımız Məni Niye 150 yaşın var? Sen 44 yaşın var. Zaur sevincini anası, xanımı və övladları ilə bölüşüb. Aparıcı həmin anları Instagramda paylaşıb. çox təşəkkür eləyirəm, çox sağ olun. Minnətdaram cənab prezidentə və eyni zamanda da Xəbər verdiyimiz kimi əməkdar artist Mehriban Xanlarovanın Respublika Narkoloji Mərkəzinə və Psixi Sağlamlıq Mərkəzinə yerləşdirilməsi ilə bağlı məlumat yayılıb. Aktrisa bununla bağlı paylaşım edib. O bildirib ki, narkotik istifadəçisi olmadığını sübut etmək üçün bu addımı atıb. Qanunvericiliyə əsasən 30 gün ərzində iş yerimə qayıtmaq hüququm mövcuddur. Lakin faktiki vəziyyət ondan ibarətdir ki, bu hüquqdan istifadə etməyim məqsədli şəkildə əngəllənir. Mənə qadağalar qoyulur. İndi tətbiq olunan qadağalar nəticəsində seriallarda çəkilməyim də sual altına düşüb. Beləliklə çörəyimlə oynanılır. Mənə qarşı tətbiq olunan bu qadağaların fərqində olaraq təmiz adımı, ictimai nüfuzumu, 18 yaşımdan etibarən sənətdə illər boyu damla-damla alın təri ilə sizin qarşınızda qazandığım sevgini qorumaq üçün könüllü şəkildə həm narkoloji, həm də psixoloji testlərdən keçmişəm. Bu testlərin nəticələrini sizinlə açıq şəkildə bölüşürəm ki, gələcəkdə məni susturmaq məqsədi ilə düşmənlərim tərəfindən barəmdə hər hansı şər və böhtan atılacağı təqdirdə xalqımız bilsin. Alnım açıqdır.